Bizə Avroviziya mahnı müsabiqəsində birinci yeri tutmaq lazım deyil. Bu kimə lazımdır? Aləm bir-birinə dəyəcək. Publikas xəbər verir ki, bunu Qaynar Infoya açıqlamasında müğənni Nadir Qafarzadə Azərbaycanı Avroviziya müsabiqəsində təmsil edəcək Cəmilə Həşimovanın ifasında Just Go mahnısından danışarkən deyib. Nadir Qafarzadə Just Go-nu sıradan mahnı hesab edir. Amma bilmək olmaz, hərdən belə də olur. Bizim bəyənmədiyimiz və uğursuz hesab edilən mahnı müsabiqə zamanı uğur qazanır. İndi bu mahnı da elə, heç kəsin gözləmədiyi halda uğur qazana bilər. Nadir Qafarzadə Cəmilə Həşimovanın güclü bir ifaçı olduğunu xatırladıb. Uğurlu ifaçıdır, səs tempi xoşuma gəlir. Mahnıya yanaşması gözəldir. Onun Röya xanımla duetini dinləmişəm. Onların dueti mənim çox xoşuma gəlib. Qeyd edək ki, Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində Cəmilə Həşimova təmsil edəcək. O, Avroviziya 2026-da Azərbaycanı Just Go mahnısı ilə təmsil edəcək. Mahnı sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnının söz və musiqisinin müəllifi ABŞ-də yaşayan Azərbaycanlı bəstəkar Fuad Cavadovdur.